Bilirsiniz necədir? Zəlzələlərin bir mənalı olaraq mən deyirəm ki, bütün dünyada o qısa müddətli deyilir də, o proqnoz da 3 növə bölünür. Qısa müddətli, orta müddətli, bir də ki, uzun müddətli. Orta müddəti demək olur. Uzun müddət aydındır. Bu 50 illərlə, nə bilim 100 illə bu necə deyirlər, ümumi ərazi üçün götürülür ki, tarixdə belə bir məsələlər olub, belə zəlzələlər təkrarlana bilər, həmin gücdə baş verə bilər. Ancaq belə götürdükdə ən böyük əhəmiyyət kəsb edən o qısa müddətlidir. O da nədir? Onun yeridir, vaxtıdır, gücüdür. İndi təbii ki, məlumdur dərinlikləri. Azərbaycan üçün bilirsən ki, hansı ərazidə, hansı dərinliklərdə daha çox zəlzələ baş verir. Digər misal üçün Böyük Qafqazın cənub-şərq hissəsini götürək, Orta Kürü götürək, Aşağı Kürünü götürək, Xəzər dənizini götürək, Talışı, Naxçıvanı. Bunlar necə deyirlər, statistik məlumatlar baş vermiş zəlzələlərin orta kəmiyyətini çıxardığında bilirsən ki, 10 kilometr, 15 kilometr, 20 kilometr ən dərini getdikcə o aşağı Kür çökəkliyi eləcə də gəlir çıxır Xəzər dənizinə. Orada hətta 60-70 kilometr dərinliyində baş verən zəlzələlərdir. Onun gücü ilə baş verən orada o magnitudanın nə qədər ki bar olub, neçə deməli və ayrılan enerjinin gücü ilə hesablaya bilirsən ki, onun intensivliyi yer üzərində nə qədər ola bilər? Ballıqla götürərik də, nə qədər ola bilər? Və bu məlumdur. Ancaq qısa müddətli demək qeyri-mümkündür. Çünki saniyələrlə baş verən proses heç cürə tuta bilmirsən onu. Amma müəyyənləşdirirsən. Mən öz təşkilatımızdan danışım. Biz tək bir dənə seismologiya ilə yox, seismologiyanın bütün şaxələri öz yerində, geofizikyanın şaxələri də, yəni mütəmadi olaraq il boyu bu tədqiqatlar aparılır. Yəni geofizikanın gravimetrik o tədqiqatlar ki var, ağırlıq qüvvəsinin dəyişmələridir, qabarmadır, çəkilmədir, sonra geomaqnit variasiyalarıdır, yer daxilindən deməli o maqnit şüaları ki qalxır, necə dəyişir, gəokimyanın parametrləridir, budur. Sonra dediyim kimi o bloklar ki var, onların sürəti, istiqaməti hansı gedir, dinamik o proseslərdə deməli tiltimetrlərimiz var ki, burada maillik dəyişib, nəsə yer daxilində proses gedir. Bunlar hamısı, hələ bir neçəsini sadaladım mən, hamısı analiz olunur ki, harda bu cür güclü aktivlik var və ehtimal edirsən ki, həmin ərazidə güclü zəlzələ yaxud da ki, orta güclü zəlzələ olmaq ehtimalı var.